Herkese salam dostlar. Bugün də yepyeni bir videoda karşınızdayım. Bugün şərhlərdə məndən istənili və bir çox insan eləyə bilməyib və yaxud da ki, niyə görə gəlmədiyini soruşub. Bununla bağlı bir video çəkirəm. Bugünkü hansı ki o hədiyyə ala bildiyiniz, yəni video izləyib, reklam izləyib ücretsiz açılım əldə etdiyiniz paketdən necə açılım edə bilərsiniz? Öncəliklə bunu deyim ki, əgər oyuna başlayarkən Türkiyə serveri seçmisinizsə, yəni Türkiyə isə bu sizə gələcək, amma təbii ki Yaponiya kimi və yaxud da ki başqa bir ölkə seçmisinizsə bu gəlməyə bilər və girmisiniz, reklam gəlib orada qəbul etmək və siz onu buradan rədd etmisiniz və bilmirsiniz ki indi necə qəbul edəsiniz ki, aça biləsiniz, oradan gedirsiniz, bir çox problemlər olur. Bunun üçün ilk başda buradan gördüyünüz kimi yer var və burada bu şəkildə əldə etmiş olacaqsınız. Yəni təbii ki o şəkildə yalnız əldə edə bilərsiniz. Əks halda isə ala bilməyəcəksiniz. Yəni buradan gedin, reklam ayarlarını dəyişdirin, reklamlara izin verin, seçin və sizə o açılımı hədiyyə etsin. Videomuz bu qədərdir. Videomuza like atıb kanalımıza da abunə olmağı unutmayın dostlar. Hamınızı çox sevirəm. Sağ olun.